Dikkat ekrana başladı indi. Show business'e farklı bakış var. Haberiniz olsun olup bitenden. Magazin Plus'tan yeni haber var. Magazin Plus'tan yeni haber var. Şou, açıqlama, qalmaqal, səs-küy, söz-söhbət. Bütün bunlar harda deyirsinizsə, əlbəttə ki, show biznesdə. Elə Magazin Plus komandası olaraq da bu həftəlik bütün show biznes xəbərlərini topladıq ki, sizə təqdim edək. ARB kanalından hər birinizi salamlayıram. Magazin Plus, mən Zümrüd Şahovanın təqdimatında başladı. Magazin Plus'tan yeni haber var. Üzünü tutdu show biznesə. Deməzdim, bizdə böyük bir show biznes var. Toy bazarı. Gedib pulla hansı institutu bitirməyinə də deyil. Elə də xoşbəxt deyiləm. Onların xəyanət mövzusunda dedikləri isə Siz mən nə qədər qınayırsınız qınayın, mən buna pis baxmıram. Siz nəyəsə göz yumun deyə demirəm. Piraşkini satırdım. Hər gün gündəlik bir şirvan pul gəlirdi. Avtobusda çalışırdım köməkçi kimi. Sənəti qorumaq lazımdır. Kürdü ilə yaxaladığım vaxtlar oldu. Birazdan Magazin Plus'ta. Magazin Plus'tan yeni haber var. Səidə Dadaşova özünə qadağa qoydu. Onun dediklərinə görə onu daha televiziya verilişlərində və bəzi həmkarları ilə yan-yana studiyada görməyəcəyik. Qalanını özü danışsın. Magazin Plus'tan yeni haber var. Səidə Dadaşova od püskürdü. O heç o tərəflərə baxmıram da, yəni mən onu bacara bilirəm. Bəzən hətta mən oxuyanda belə, ya toy şənliyində, ya bir proqramda elə insanlar var ki, məsələn, elə bilirlər ki, biz baxırıq onlara. Amma mən onu gözəl şəkildə elə gözəl eləyirəm ki, sanki baxıram, amma baxmıram, heç görmürəm o insanları. Pis energetika ötürürlər, ya bir əcayib bir sürət alırlar, bax. Bunu mən efirdə də bacara bilirəm, bunu mən özüm baxanda da nəyəsə edə bilirəm. Və mən orada 5 nəfər varsa, 11-i yəqin ki, nəyəsə sənə xoş gələcəkdir. Mən elə o bir nəfərə baxıram. Bilirsiniz nə xoşuma gəlmir? Bir müğənnini çağırırlar, başqa müğənnini qoyurlar ortalığa ki, gəl bunu müzakirə elə. Olmaz. Sən məni dəvət eləmisənsə, mənim bu qədər də səsim var, ya məsəl üçün, ya 3 dənə mahnım varsa, fərq etmir. Məndən danış, çünki mənəm sənin verilişində. Efirlərə seçim edərək gedən müğənni, şou camiyyəsindən heç kimi özünə dost kimi görmədi. Deməzdim ki, sənətdə o qədər mən belə ay-hay dostlarım var. Hamıya hörmətlə yanaşıram. Sənət yoldaşlarımızdır. Nədən sonra bildiniz ki, mənim dostum yoxdur? Mən elə əvvəldən bunu bilirdim. Bu dəqiqədə müğənnilərin çoxunuzda öz monopoliyaları var. Hərəsi 3-4 dənə çəkirlər böyrə, onlarla inkubator toğlar kimi gedir, inkubator kimi ora. Mənim dostum, mənim ailəm, mənim oğlum, yoldaşım. Müsahibələrinizin birində də demişsiniz ki, mənim anam çox xoşbəxt qadın olub. Bugün Səidə xanım çox xoşbəxt qadındır, yox? Niyə də olmasın? Xoşbəxtçilik siz nədə görürsünüz? Məsəl üçün, xoşbəxt insan anılarla olur. Hansısa bir anılarla. Durmadan mən yol gedirəm. Xoşbəxtəm, özünüzə deməyəcəksən ki. Yoxum yoxdur bir tək mənim, yatamıram gecələri zülmətə də bilirsənmi, qatamıram gecələri. Yorulmuşam göz yaşımdan, ruhum yaşlı öz yaşımdan. Nə unudum, nə başımdan atamıram gecələri. Bugün sənə bir söz deyib sabah gedib elə şeylər eləyirlər ki, deyirsən, ya Rəbbim, mən o insanı evimin içi bildim. Mən o insana öz ailəmi qapımı açdım, ailəmi açdım və o insan mənə elə zərbə vurdu ki, sanki elə belə lazımıymış kimi. Hansı sənət yoldaşları Səidəni özündən çıxmağa vadar etdi? Siz şounu elə yaradırsınız, siz elə bir söz təlxeyli şou deyil. Gedib kiminsə oturub
kimisə müzakirə eləmək, gündəmdə qalmaq, sənətkar haqqında hansısa rəy bildirmək, bu şou deyil. Şou bilsiz nədir? Bir baxın da dünya ulduzlarına. Şou bilsiz baxın da bir Aygün xanım Kazımova, Röyaya, Brilliant Dadaşovaya, baxın Zülfə xanım Babayevaya bir örnək baxın da siz görün ki, onlar necə öz stoykalarını, öz asilliyini saxlayırlar. Amma siz başqa bir şeylə gündəmə şou eləyirsiniz. Bu başqa şeydir. Ona görə mən o sözü sevmirəm. Gedib 30 yaşında 6-dan institut bitirməklə deyil, başa düşdünüz? Yəni insan düşüncələri institut bitirməklə deyil, insanın biraz o quyuya su tökməklə deyil, o quyunun canında sululuq olmasa, o elə quru da qalacaq. Gedib pulla hansı institutu bitirməklə də deyil. Onun qəzəbi yerə göyə sığmadı. Zarafatı zarafat yerində, harada necə lazımdır geyinməyi, oxumaq orada lazımsa oxu, orada danışmaq lazımsa danış. Siz danışmaq olan yerdə oxuyursunuz, oxuyan yerdə başı danışırsınız. Harada lazımdır oturmaq durursunuz, harada lazımdır oturursunuz. Və harada lazımdır normal geyinməyə çıxırsınız, heç nəsiz. Hər şeyin yeri var. Yöntəmli yerini bilin, musiqinin də yerini bilin, danışığınızın da, özü aparmağınızın da. Siz necə, müğənni elə o demək deyil ki, götürdü mikrofonu, oxudu. Müğənni oturuşu ilə, davranışı ilə, sözü ilə, xanım, yəni özü görkəmi ilə ağzını açanda bir iki kəlmə hansısa bir mövzuya qatıla biləcək insan olmalıdır. Ən azı bir dünya görüşü olmalıdır. Bu yara değme değme, halım yaman değme değme, canım yara değme değme, ha bu yara değme değme, va bu yara değme değme, halım yaman değme değme, canım yara değme değme. Magazin Plus'tan yeni haber var. Üzünü tutdu şou biznesə. Deməzdim, bizdə böyük bir show biznes var. Toy bazarı. Elə də xoşbəxt deyiləm. Onların xəyanət mövzusunda dedikləri isə Siz məni nə qədər qınayırsınız qınayın. Mən buna pis baxmıram. Siz nəyəsə göz yumun deyə demirəm. Piraşkini satırdım. Hər gün gündəlik bir şirvan pul gəlirdi. Avtobusda çalışırdım köməkçi kimi. Sənəti qorumaq lazımdır. Kürdü ilə xaladığım vaxtlar oldu. Birazdan Magazin Plus'ta. Magazin Plus'tan yeni haber var. Samir Cavadzadədən tayı bərabəri olmayan məsləhətlər. Cavadzadə üzünü tutdu şou biznesə, sənəti qorumağın yollarından danışdı və bəzi məsləhətlər də verdi. Hə, bəzi müğənnilərə də yerini və həddini bildirdi. Magazin Plus'tan yeni haber var. Samir Cavadzadə sükutu pozdu. Deməzdim, bizdə böyük bir show biznes var. Toy bazarı. Samir öyüd nəsihət verdi. İncə sənəti qorumaq lazımdır. Cavadzadəni kim narahat edir? Bugün mənə yazmır. Müğənninin başına nə gəlib? Yolda bəzi kazuslar baş verdi. Efirlərdə çox az görünən müğənni Samir Cavadzadəni nəhayət ki, Magazin Plus tapıb üzə çıxartdı. Başı bəlalı olan Samir elə kameramızı görər-görməz giley güzar etdi. Yolda bəzi kazuslar baş verdi. Onun üçün. Kaza düştü. Yox, tıxacdan əvvəl. Tıxacana gəldi. Bugün tıxaclar. Heç nə, telefon düşdü. Mən də taksi sifariş vermişdim ki, rahat gəlim. Kırıldı telefonun. Hə, telefon yolda qırıldı. İndi mən düşmüşəm bayra, mən taksini tapa bilmirəm. Gözə nəzərə mi gəlmisən sualına isə Samir bu cür don geyindirdi. Yox, bilmirəm nədir, mən inanmıram. Nə bilim. Telefon süzdədindi. Yox, telefon oradadır. O artıq işləmir. Bugün mənə Ne yaz... ziyana düştü? Bilmirəm ki. Bugün mənə yazmır. Mən telefon almıram. Həmişə hədiyyədir. Hədiyyədən bol olan Samir telefonunun qırılmasından heç də nigaran deyil. Telefonlar hədiyədir. Bugüne kadar ancaq hədiyyə alırsın telefonu. Kim hədiyyə eləyir o telefonları sizə? Elə yaxın dostlarım.
Görürlər telefon nəsə köhnəlib xarab olub tez təzəsini göndərirlər. Çox maraqlıdır. Telefon baxımından hədiyyə olunursa demək ki şanslısınız. Çünki 3000, 4000, 5000 kim verər o telefonları, amma demək ki sizi çox istəyirlər. Mənim dostlarım heç qoyar ki, mən telefonsuz qalam. Bəs dostlarınız sizi niyə bax uzaqlaşmısınız şou biznesdən? Çox nadir hallarda tədbirlərdə görürsünüz. Biznes dostları təkcə deyil ki, Başqa sahənin dostları. başqa sahənin dostları var. Təbii ki, mənim başqa sahə dostlarım var. Mən onlarla dostluq edirəm. Belə mən şou biznesdə görə çox görsənirəm. Niyə görsəmiz? Bax elə bu sualı verin. Niyə yoxsunuz bu şou biznes cəmiyyəsində? Deməzdim, bizdə böyük bir şou biznes var. Toy bazarı. Toyxana olduğu üçünmü uzaqlaşmısınız? Belə bilirsiniz, hər şeyi, bütün hər şeyi bilirsiniz necə deyəcəm. Fərqi yoxdur. İnsanlar əziyyət çəkir, gəlir o pikə çatır, adlar alır, hər bir şey. Amma fərqi yoxdur. Bunun işi yenə də gəlib fırlanır, toya bağlanır. Bu hardasa qıraqdan baxanda, yəni biraz acınacaqlıdır. İnsanlar var ki, bunlar klassik ifaçılar idi. Həyatı boyu toy bayramda düşünmürdülər. Amma indi məcburən getməlidirlər, işləməlidirlər, para qazanmalıdırlar. Onun üçün yəni hər şey ora yönəlir. Biraz bax bu qıraqdan mən düz deyirəm. Qıraqdan bu çox acınacaqlı görsənir. Başa düşürəm, puldur, qazancdır, hər kəs qazanmalıdır, bu gözəldir. Nə bilim, amma inkişaf həm buradan biraz da başqa cür olmalıydı. Cavadzadə sənəti qorumağın yollarını açıqladı. Ümumiyyətlə, incəsənət və mədəniyyətin onu tam başqa cür, yəni efirlərdə falan, başa düşürəm ki, zamanə başqadır, indi sosial şəbəkə böyük rol oynayır, bunların hamısını anladım. Amma mədəniyyəti həmişə incəsənəti qorumaq lazımdır, bax bunu mütləq etmək lazımdır. Fərqi yoxdur ki, mən yoxam bu sahədə, başqa insanlar mütləq qorumaq lazımdır incəsənəti. Onu qoruyub saxlamaq lazımdır. Bir-birinə o bazarı incəsənətə qarışdırmaq düzgün deyil. Samir hardan qazanır pulu? Hamımız oradan qazanır, hardan qazanır. Gedirsiniz toya? Hə, baxır düzdür məclislərə, hər məclisə də yox, amma gedirəm təbii. Seçirsiniz yəni, seçirsiniz. Hə, Nə qədər məbləğə gedirsiniz toya? gəlin onu eləməyək mənlə. Niyə, səbəb nədir? Yox, mən bilirsiniz heç vaxt sənəti pulla hesablamamışam. Ona görə də onu heç mən danışmıram. Ətrafımda insanlar var, onu danışırlar. Mən ümumiyyətlə bu barədə danışmaq istəyirəm. Bu mövzudur. Evdir, maşındır, puldur, nə qədər qazancdır falan. Bu mövzular məndən həmişə qoy uzaq olsun. Magazin Plus'tan yeni haber var. Elə də xoşbəxt deyiləm. Onların xəyanət mövzusunda dedikləri isə Siz məni nə qədər qınayırsınız, qınayın. Mən buna pis baxmıram. Siz nəyəsə göz yumun deyə demirəm. Piraşkini satırdım. Hər gün gündəlik bir şirvan pul gəlirdi. Avtobusda çalışırdım köməkçi kimi. Sənəti qorumaq lazımdır. Kürdü ilə xaladığım vaxtlar oldu. Birazdan Magazin Plus'ta. Magazin Plus'tan yeni haber var. Sevil Sevinç bacıları xanımların qəzəbinə tuş gəldi. Onların xəyanət mövzusunda dedikləri isə bir mənalı qarşılanmadı. Magazin Plus'tan yeni haber var. Para gitsin. Hər dəfə tam fərqli görürdüm. Bu dəfə daha xoşbəxt görürəm maşallah sizə. Nəsə elə bir dəyişiklik var. Ay yox, sadəcə 2 gündə eşidirəm ki, nə qəşəng ağrılamsa, nə qəşəng ağrılamsa. O xoşbəxt eləyən nədir? Kilo almaqları, verməkləri daha doğrusu. Onun üçün fikirləşirəm ki, yəqin onunla bağlıdır. Amma belə bugün elə də xoşbəxt deyiləm. Əksinə doğrudan hələ bu günlər biraz o deyil. Biz yeməklə xoşbəxt olan insanlar sırasındayıq və hal-hazırda gün ərzində heç yemək yeməmişik. Verilişdən sonra gedib yemək yeyəcəyik. Ona görə biraz kef o kef deyil. O keflərdən deyil.
Bir qadın ümumiyyətlə deyirlər ki, həyatında kimsə həyatında kimsə onun daha çox xoşbəxt olur. Ona görə biraz şübhələrim yaranır. Yo. Yəni bizdə o xoşbəxtçiliyi belə deyim də yeməklə əvəzləmişik. Çox da yaxşıdır, əladır. Bunu ətrafımızda hər kəs bilir. Amma mən fikirləşirəm ki, ki Allah Taala bütün qadınların üzündə təbəssüm yaratsın. Daha sonra onlar sözün əsl mənasında o dilləri babuşka в животе порхает. Bax o hissləri keçirsinlər. İnşallah olsun, niyə olmasın? Sevil Sevinç bacıları xəyanət mövzusunda verdiyi açıqlamayla yenə çox danışılacaq. Xəyanətin də bir növləri var. Yəni biri var açıq-aydın sənə hörmətsizlik eləyərək eləsin və biri də var ki, o gizlin çalışır onu göstərmədən səni sevərək, hörmət eləyərək, səni gözəl yaşadaraq gedib o qıraqda bir günlük bir kaçamak olsa, o yəni onun üstündə ailə. Həm də ki, biri var sevgi münasibəti, sevgili olasan və biri də var ailə. Bu ailədə övlad da varsa, yəni burada hər hansısa bir məqamda boşanmağa qərar verməkdənsə xanımlar bir milyon dəfə düşünür deyə. Onların bu açıqlaması xanımların qəzəbini daha da artıracaq. Mən bunu hər zaman demişəm. Düzdür, mən o cümləni deyəndə mən artıq xanımların o negativ rəylərini də bilirəm. Və düşünürəm ki, hərənin bir düşüncəsi var. Gözəllərim, yəni mən siz nəyəsə göz yumun deyə demirəm. Yəni mən o nöqteyi nəzərdən demişəm və mən hətta orada vurğuladım ki, mən anamdan belə görmüşəm. Yəni mən gözümü açandan mənim ailəmdə hər zaman anam atamın səhvlərinə göz yumur və mən buna siz məni nə qədər qınayırsınız qınayın, mən buna pis baxmıram. Əkiz bacılara kim xəyanət edib? Ümumiyyətlə həyatında elə ya ikinizin həyatından birində elə bir şey hadisə baş verib, xəyanət edib və Quzum, biz öz şəxsi həyatımız barəsində ümumiyyətlə heç bir zaman açıqlama vermirik. Amma mən yaşayacağam, yaşamışam və yaxud olsa belə, olsa nə vaxtsa olsa, mən yenə deyirəm, bunun nüansları var, bunun səbəbləri var, bunun yəni, ailə həyatı qurmuşamsa da onu hər bir halda hansısa bir addımı üçün, səhvi üçün o ailəni dağıtmağam. Yəni mənim üçün qlobal bir məsələ olmalıdır ki, o ailə dağılsın. Sən mənim həyat yoldaşım, sən mənim arzularım, xəyallarım, sən mənim bu dünyada tək varım, bir ömürlük həyat yoldaşım. Təbii ki, mən əgər bir sözü, bir cümləni demişəmsə, mən o cümləmin arxasında dayanmağı da bacarıram və mən yenə deyirəm, mən ailəmdən hansı tərbiyəni görmüşəmsə, mən o tərbiyə ilə böyümüşəm və o vnuşeniya var məndə. Və heç kəsi də məcbur eləmirəm mənim fikrimlə razılaşsınlar. Hər bir xanımın öz seçimidir. Ailə sizin, istək sizin, həyat sizin, yaşamaq sizin. Mən təbii ki, qarışmıram. Amma yenə də bu bizim fikrimizdir. Biz belə yaşayırıq. Təşəkkür edirəm. Mətənət xanım deyir, yaxşı. Sevinç xanım danışdı, sevindim. Bugün danışdı. Nə deyir düşdü? Bugün kostüm komandası ilə birlikdə hara gedirik? Bugün kostüm komandası ilə bir yerdə işçimizin qızının toyudur Səidə bacı. İnşallah sürpriz eləmək üçün Səidə bacı da bizə qoşuldu. Gedirik toya. Həmişə toy bayram olsun, xoş günlər olsun, şadlıqlarda olaq. Mən üçün çox xoşdur. Yəni bugünkü gündə əgər mən sürpriz olaraq gedirəm və onlar sevinəcək, ürəkləri şad olacaq, niyə də olmasın. Koşturum hər zaman kollektivdən sizinləyik yəni. Sen olasan dünya, ümitlerim hamsı düştü suya. Hoşbəxt edip sevindirdin dünya, bütün bunlar hamsı boştu
qeyd etdiyimiz kimi toyumuza gəlib çatmışıq. Maşallah olsun, buradakı abu-hava çox möhtəşəmdir. Və sizi də möhtəşəm qarşıladılar. Bu toyda mən varamsa, o ümumiyyətlə belə olmalıdır da. O necə olmalıdır ki? Öpürəm hər kəsi. Hər hədiyyəm var, hədiyyəmi də verəcəm. Bilmək olar nə qədər? Var da 5-dən 1000-dən zaten. Saladın, düz yol tapdın, sanazdırdın məndən. Mən kimdən köləri gördüm, istər də onlar gəldi. Bu oyunu sən özün yazdın, amma ki mən qazandım. Magazin Plus'tan yeni haber var. Piraşkini satırdım. Hər gün gündəlik bir şirvan pul gəlirdi. Avtobusda çalışırdım köməkçi kimi. Sənəti qorumaq lazımdır. Kürdü ilə xaladığım vaxtlar oldu. Birazdan Magazin Plus'ta. Magazin Plus'tan yeni haber var. Magazin Plus reklamlardan sonra davam edəcək. Magazin Plus'tan yeni haber var. Magazin Plus'tan yeni haber var. Magazin Plus reklamlardan sonra davam edir. Magazin Plus'tan yeni haber var. Piraşkini satırdım. Hər gün gündəlik bir şirvan pul gəlirdi. Avtobusda çalışırdım köməkçi kimi. Sənəti qorumaq lazımdır. Kürdü ilə xaladığım vaxtlar oldu. Birazdan Magazin Plus'ta. Magazin Plus'tan yeni haber var. Biz onu axtarırdıq, sən demə o da həm səni axtarırmış. Elə hər şeydən birazın bu dəfəki qonağı Vüqar Muradov oldu. O nələrdən danışdı, kimlərdən danışdı, rubrikanı izləyək. Magazin Plus'tan yeni haber var. Hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Bugün də hər şeydən biraz danışacağıq, amma yenə dost bir sənətçi ilə çox dəyərli, səmimi söhbətimiz olacaq əminəm. Onun səsi dünyada çox nadir səslərdən biridir, bariton səslərdəndir. Elə bariton səsli Vüqarımız qonağıdır. Xoş gəlmisən əzizim. Xoş gördük Həmzəcan, xoş gördük səni, hər zaman xoş görək. Var olasan. Hər şeydən danışacağıq, amma biraz danışacağıq. Hazırsan? Azar-azar. Səmimi söhbətimiz olacaq. Elə bil ki, proqrama çəkilməyib, dərdləşirik. Tamam əzizim, tamam. Əvvəllər kamerton verilişi var idi. Orada çıxırdın, düzmü? Oo, hara getsin maşallah. Bir ildən çox 2 ilə yaxın Gülnara xanımın verilişi idi. Kamerton verilişində musiqi rəhbəri idim. Hələ bu müsabiqədən öncə idi, yəni Yeni Ulduz müsabiqəsindən tanınmamışdan öncə idi. Amma hətta lap köhnələrə gedəsi olsaq, lap daha öncəki illərə gedəsi olsaq, 1998-ci ildən mən efirlərdəyəm. Azərbaycan Dövlət Televiziyasının kamerton verilişi, gənc tamaşaçılar verilişində mənim canlı ifalarım olub mənim, öz musiqiçilərimlə birlikdə. Mən uşaq idim, 10-11 yaşım var idi. Mən artıq sərbəst olaraq rayonumuzda məclislər oxuyurdum. Qaxda. Həm dövlət tədbirlərində iştirak edirdim, həm qalib olmuşam dəfələrlə zona üzrə, ərazi üzrə qalib olmuşam və 10-11 yaşım var idi. Mən artıq sərbəst şəkildə toylar, bizdə Qaxda Qazaq dağıtdı deyirlər, toyun səhərsi günü. O məşhur bizim yeməyimiz olan sürhüllü yeməklə verilirdi. İnsanlara bəy görməyə gəlirdilər. Üzdüvax deyirdilər, gəlin görməyə, üzdüvax deyirdilər, gəlin gördü. Bəy görməyə də Qazaq dağıtdı söz deyilirdi. Və yenə də həminki kimi musiqi davam edirdi. Bu işdə sənə ən birinci anan dəstək oldu. Yorul dediysə, bu show biznes camiasında anan sənin həm prodüser... Anam məni hər tərəfli yaradıb, hər tərəfli yaradıb. Həm məni dünyaya gətirib, həm də məni müğənni olaraq o məndə bunu 6-7 yaşımda aşkar eləyib. Anam ruhu şad olsun, anam ən böyük arzusu idi, ölənlər zəhməti. Anam özü də çox gözəl ifa edirdi, yəni mənə hətta o vaxt mahnılar öyrədirdi. Ondan keçib yəqin. Ondan keçib, onun da dayısı gözəl avazı olub, ana tərəfdən yəni keçib. Bizdə ata tərəfdə belə bir səsi olan, yəni duyumu olan o qədər güclü bir insan yoxdur. Hə, ana tərəfdən keçib mənə, anamın dayısından gəlib, Nəzir kişidən. Yəni o zamandan belə və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə 98-ci ildə anam məni göndərdi. Konsertlərimi təşkil edirdi. Mənim 15 yaşım var idi. Vüqar Muradovun solo konserti. Yəni hər ana oğluna bunu elədi. Bəli. Mənim anam
əlində o termoz deyirik də, termoz. Hər zaman onun içində konsertlərimi təşkil edirdi mənim menejerim idi. Anam kimi menejer indi olsaydı mən çox zirvələrdə olardım. Yəni bildiyimiz Ruşad olsun. Əlində südlə, nə bilim, kərəyağı qatırdı içinə ki, boğaz yumuşalsın. Qadın məni hər tərəfli yaratmışdı. Nədən rəhmətə getməz? Anam faciə şəklində rəhmətə getdi. Mənim anam, bizdə bilmirəm, bilirsiniz, Bakı şəhərində ümumiyyətlə əncir ağacları balaca olur. Amma rayon yerlərindəki əncir ağacları çox hündür olur. Şaxəli olur. Bəli. Və onlarda çox kövrək olur. Həqiqətən əncir ağacı ümumiyyətlə kövrək. Biz dəfələrlə uşaq vaxtından biz yadımıza gəlir ki, anam bizi başımıza alladıb çıxırdı ağaca, ərik yığırdı, nə bilim, əncir yığırdı. Hətta bir dəfə o zaman mən çox uşaq idim. Anam ərik ağacına çıxıb yığanda anam yıxılmışdı. Atam ondan sonra ona demişdi ki, sən bir də ağaca çıxdığını görsəm, səni boşayacam. Yəni o dərəcədə bunu eləmişdi ki, yəni olmaz da bəsdir, yəni çıxma. Zaman keçdi, il ötdü, mən Bakı şəhərində idim, 2005-ci il, may ayının avqust ayının 22-si. Evdə hamının başını alladıb, atam evdə olmayıb, qardaşım iş görüb, baş ora qarışıb, bacım işdə olub. Çıxıb əncir ağacına. Bu da əncir ağacı 2 gün öncə ümumiyyətlə yağış yağıb. Yağış yağanda da daha kövrək olur bu əncir ağacı. Çıxıb ağacın yüksək yerinə ki, həmişə bişirirdi mürəbbə, paylayırdı qohumlara, əqrabalara, mənə göndərirdi. Vicdanlı insan idi. Əsas odur, mən fəxr edirəm ki, indi baxma, anam biraz yox, çox tez dünyasını dəyişib. Neçə yaş var idi? Mən, anamın onda 53 idi, mənim 22 yaşım var idi, 21 yaşım var idi mənim. Sən belə başa düşdüm ki, ağacdan yıxılıb. Ağacdan yıxılıb, həmən ciyəri partlayıb və boynu sınıb, heç qardaşım səs-küyə gəlib, qonşular gəlib. Elə yolda xəstəxanaya çatmamış, qardaşımın qucağında həyatını tapşırdı. Xəbəri necə aldın bəs? Xəbəri mənə bacımın rəfiqəsinin qardaşı dedi. Yəni, özüm də şoka düşdüm. Mən də restorandaydım o vaxt. Onu da elə tanımırdım. Məclis idarə edirdin? Normal restoranların birisi də açıq havada məclis idarə edirdim. Elə təzə hələ başlamamışdıq. Bu xəbər gəldi. Və təbii ki, dünyanın ən acı xəbəri gəldi. Yəni bu, atam da elə oldu. 2 il bundan öncə eyni atamın da xəbəri tam başqa bir adamdan gəldi. Atan nə rəhmətə getməz? Atam infarkt, tromb deyək. Yəni, onda da yanında olmamışdı? Necə? Yox, o da rayondaydı. Getməyə hazırlaşırdı, Naftalana getməyə hazırlaşırdı, istirahətə, sanatoriyaya. Elə gedmişdi ki, həkimə getsin, bir nəsə kağız var idi, onu götürməyə. Elə gedib elə həkimə, buradaca, yəni heç cürə mümkün olmayıb xilas eləmək. Yenə də mən atamın xəbərini, yenə də atamdan ötürü ikinci dəfədə artıq bu ikinci bir böyük bir zərbə mənə gəldi. Mən düşünürəm ki, mən çox dözümlü insanam, mən bunu çəkdim. Çünki həyatda 2 ən sevdiyim baş taclarımın ikisinin də mənim yanımda olmadı. Mən yanlarında ola bilmədim. Və belə bir hadisə, amma hər zaman arzuladıqları bir şey var idi ki, deydilər, atam da deyirdi, anam da deyirdi, ən çox anam deyir ki, Allah məni heç övladlarıma da musaxar eləmə. Yəni, onların da məni, necə deyərlər, məni o vəziyyətə salma ki, mən, onlar mənim əziyyətimi çəksin. Əziyyət çəkmədən, yaşlanıb, onları incitmədən dünyadan köçüm. Amma inanın səmimiyyətimə, yəni mən çox valideynə bağlı insan olmuşam, hədsiz dərəcədə də, yəni bildiyiniz, onlarla nəfəs almışam. Bugünkü günə qədər əgər təmiz adımı qoruyub saxlamışamsa, bunların müəllifi mənim valideynlərimdir ki, mən onlar üçün. Ruhları şad olsun. Vüqar kişilər nə vaxt ağlayır? Vüqar çox vaxt. Kişini ağladacaq ən böyük səbəbi yenə qeyd elədiyim kimi valideyndir. Bu ən başdadır. O deyir, kişilər ağlamaz, bu yanlış bir sözdür. Çox yanlış bir sözdür. Təkliyə çəkiləndə ağlayırsan mı? Çox. Mən hətta hönkürdüyümlə ağladığım vaxtlar olur. Elə vaxtlar olur ki, çox nadir hallarda yuxuda görürəm valideynlərimi.
yuxuda ağlamışam. Mən yuxudan oyananda artıq yastığımı suyun içində görmüşəm. O deyirlər yuxu 3 saniyə, 4 saniyədən oyan çəkmir. Yəni 5 saniyə çəkir. Nə qədər belə bir alimlərin belə bir qənaəti var ki, yuxu 5 saniyə mi çəkir? Sənə elə gəlir ki, sən əməlli başlı bir yuxu görürsən, uzun yuxu, amma elə deyil. Çox qısa bir müddətdir. Yəni mən onun şahidi oldum ki, yəni o 5-10 saniyə arasında necə bu yastıq bu qədər göz yaşı ilə dola bilər? Bax, evli deyilsən, övladın da yoxdur. Subayım. Hə, ana atan da yoxdur. Yox. Kim üçün yaşayırsan? Özümü çox sevirəm. Özüm üçün yaşayıram. Özümü çox sevirəm. Kifayət qədər bu yaşıma qədər belə deyim də, həyatda da sabah mən olmaya bilərəm, amma vicdanım rahatdır ki, mən kifayət qədər yaxşı əmiyəm, yaxşı dayıyam, yaxşı dostam, yaxşı da övladam. Bu təkəbbür deyil. Mən sadəcə özümdən qürur duyuram. Bu təkəbbür deyil, bu əksinə motivasiyadır insanın öz-özünə verdiyi. Hər şeyin düzünü deyən insansın. Lazımdır mı bu? Lazım deyil. Amma qozbeli qəbir düzəldər. Avtovağzaldan keçəndə nə düşünürsən? Nə yadına düşür? Həmzə, mənim yadıma bu həyatda düşmək yox, yadımdan heç bir zaman, heç bir dəqiqə, heç bir saat çıxmayacaq 2 ilahi qüvvə var. Onlar da valideynlərimdir. Ailəni sən saxlayırmışsan 14-16 yaşlarında. Avtovağzal salonuna görə çox böyük, hə, çox böyük. Dərsi necə gedirdin və bu işini necə çatdırırdın? Dərs səhər 8-də 9-un yarısı başlayırdı. Bakı qalx, yolda mən bilən 5-6 saatlıq yol da özümə. Bakı qalx, mən belə deyim, gedirdim, məsələn, həftədə 2 dəfə gəlirdim, məsələn, Bakıya, avtobusda çalışırdım, köməkçi kimi. O biri günü gəlirdim, səhər tezdən 6-da avtobus çatırdı Bakıya və mən gedirdim evə, hazırlaşırdım. Bir şirvan pul alırdım o vaxt, Bakıya gedib gəlməyə, 2 günə belə deyək. Sonralar elə o dərsimə maneçilik törətməsin deyə səhər-səhər anamla 5-in yarısı dururduq yuxudan. Axşamdan piraşkinin bütün hər şeyini hazır edirdik. Səhər 6-ya qalmış, mən bir vedrə piraşki ilə hardasa 3-ü bir Məmməd Əminə idi. 3-ü bir Məmməd Əminə. 30-35 ədəd piraşki pişirirdi anam səhər tezdən və mən hər səhər çıxırdım, həmin o avtobus gələndə, o avtobusdan düşən sürücüsüdür, köməkçisidir, elə müştərilər gələn, yol gələn insanlar. Həmin 35 ədəd piraşkini satırdım, hər gün gündəlik bir şirvan pul gəlirdi. O bir şirvan pulun hardasa 5 Məmməd Əmini bizim xərclərimiz idi, onun içinə gedən. Ailənin böyük uşağı sən imişsən? Yox, mən ən balacası olmuşam. Qardaşım əsgərlikdə idi. Bacım da çalışmırdı hələ. Bütün yükü özlərini almışdın. Çox zaman oldu. Sonra ləpə satmışam, qoz fındıq. Tələbə olduğum vaxtlarda da qalxdı. Bir ara yayılırdı ki, bu mətbuatda açıqlama verilir ki, övladlığa uşaq götürmək istəyirsən. Real bir şeydim yoxsa necə? Ola bilər əslində Həmzə. Yəni, var idi belə bir fikrin. Çünki mətbuatda yazılır. Olmuşdu, nə iləsə bağlı, bir uşaq görmüşdüm. Sözün açığı bir uşaq görmüşdüm uşaq evində. Nə yalan deyim də, indi burada etiraf eləyim. O uşağı mən ümumiyyətlə uşağım olaraq gördüm. Anidən belə bir his keçdi ki, yox, bu mənim uşağımdır. Sanki elə bir bu uşağı, yəni atası həqiqətən mənəm. Üstündən bir 15-20 gün bir zaman keçdi. Mən yenidən gəldim həmin o uşaq evinə. Böyük bir məyusluq yaşadım ki, o uşağı artıq götürmüşdülər, yəni övladlığa. Nə vaxt ata olmağı fikirləşdin? Ümumiyyətlə, nə bilim, Həmzə, biraz bu mövzu. Çünki övladdan o qədər ürəyin dolusu danışdın. Gözlərini də parlayırdın. Yox, övlad hər kəsə lazımdır. Həyatda bir dənə arzum qalıb ki, bütün arzularım yerinə yetib. Yaxşı həyat yoldaşı olmaq, yaxşı valideyn olmaq. Çünki mən digər missiyaları tamamlamışam. Yaxşı övlad olmuşam, yaxşı qardaş, yaxşı əmi, yaxşı dayı, yaxşı qohum, yaxşı dost olmuşam. Vüqar, hər şeyin var. Bəs nə vaxt evlənəcəksin inşallah bu spaylan daşdan tasın? Mən Çünki mən sənin
Məsəl üçün mən özüm səni yaxın bilirəm, dost bilirəm. Çox düz deyirsən. Nə yaşadığı da bilirəm misal üçün. Tamamdır. Sadəcə mən özümə dost axtarıram, yəni yaxşı dost axtarıram, sadiq dost axtarıram. Mən özümə bir ömür boyu heç bir zaman adiləşməyəcək bir xanım axtarıram. Bircə qalıb bu missiyam. Səmimi bir sual verirəm, bu suala sən cavab verərsən, sən vermərsən. Niyə verdin? Çünki mən səni çox gözəl tanıyıram, kişi xarakteri olduğunu bilirəm. Çox sağ ol. Çünki sənin toyuna 15 gün qalmış, nişanın qayıtmışdı. Yəni, o dərəcədə tanımamışdı mı, qayıtmışdı, yoxsa necə? Bilirsən, bəzən ziyanın yarısından qayıtmaq xeyirlidir. Mən ideal insan deyiləm, mən mükəmməl insan deyiləm. Hər kəsin qüsuru var, hər kəsin yanlışı var. Amma heç bir zaman bağışlanmayacaq səhvlərim yoxdur, eləməmişim, eləməyəcəm də. Nə qədər ki, ağlım başımdadır. Vüqar, çox minnətdaram. Xoşdur. Dərdləşdik, səmimi söhbət elədik. Hər şeydən biraz danışdıq. Razı qaldın mı? Çox razı qaldım, ürəyimi boşaltdım. Böyük bir yükü atdım, böyük bir negativ atdım. Dediyim kimi, çox hədsiz çox razı qaldım. Çox verilişlərə də getmirəm. Səbəb də qarşımdakı aparıcının, jurnalistin sözü başqa yerlərə aparmağı və özünə reyting qazanmağıdır. Ona görə getmirəm. Sənə çox təşəkkür edirəm ki, sən ümumiyyətlə hər zaman şəxsiyyətə dəyər verirsən və heç kimin hissləri ilə oynamırsan. Təşəkkür edirəm. Çox sağ ol. Dostluğun üçün minnətdaram. Var olasın bu səmiyyətin üçün. Varım. Hər şeydən danışdıq, biraz danışdıq. Bu şəraitə görə İstanbul Meyxanəyə dərin təşəkkür, minnətdarlıq. Görüşərik. Andramet Tibb Mərkəzi 2006-cı ildən Mərdəkan qəsəbəsində fəaliyyətə başlayıb. Bakıxanın filialı 2010-cu ildən təsis olunub. Klinika, laboratoriya, terapiya, pediatriya, kardiologiya, radiologiya, ginekologiya, stomatologiya, nevrologiya, dermatologiya, oftalmologiya, psixologiya sahələri üzrə fəaliyyət göstərir. Laboratoriya tam avtomatlaşdırılmışdır. Əlavə olaraq EKG, EXO, EEG, krioterapiya, kolposkopiya, elektrokoagulyasiya, azonoterapiya, plazmaforez prosedurları da var. Klinikada təcrübəli, peşəkar və tanınmış həkimlər fəaliyyət göstərir. Andramet Tibb Mərkəzi hər iki filialı ilə İqtisadiyyat Nazirliyinin lisenziyası ilə təsdiqlənib. Sezonla əlaqəli olaraq uşaqlarda allergik rinitlər prosesi çoxalıb. Bu çiçəklənmə dövrü ilə, havanın dəyişməyi ilə əlaqəlidir və bizim alternativ müalicə metodlarımız mövcuddur. Bu həm homeopatik preparatlardır, həm duz dağı qaloterapiya adında aparatımız var. Yəni uşaqda biz duz buxarı ilə inqalyasiya eləyirik və o bizdə allergiya hallarını azaldır. Və biz gözəl nəticələr alırıq. Sezon profilaktika keçirmək lazımdır allergiyanın. Yəni ildə 2 dəfə. Bu mart-aprel aylarıdır, bu çiçəklənmə dövrü və sentyabr-oktyabr. Uşaqlarınızı və özünüzü bizə etibar eləyə bilərsiniz. Daha çox müraciətlər vaqinizm və obsessiv kompulsiv pozuntudan olur. Obsessiv kompulsiv pozuntular vərdiş narahatçılıqlarıdır. Yəqin ki, belə desək daha aydın olar. Daha çox uşaqlıqdan qaynaqlanır. Genetik faktor rol oynayır. Vaqinizm qızlarımızda cinsi əlaqə qorxusudur. Bugün aktual olan bir narahatçılıqdır ki, müraciətlərin demək olar ki, əsasını təşkil edir. Uşaqlarımıza maksimum dəstək verməliyik. Necə ki, fizioloji xəstəliklərdə ev şəraitində müdaxilə edə bilmirik. Eləcə də psixoloji narahatçılıqlarda mütləq professional dəstək alaq ki, birinci ailədə sağlam şəkildə evlad böyüdək ki, gələcəkdə də cəmiyyət olaraq sağlam şəkildə inkişaf edə bilək. Mütəxəssis seçərkən düzgün mütəxəssisə müraciət etmək, düzgün ruh sağlığına qovuşmaq deməkdir. Bir çox məşhur mahnıların bəstəkarı, eləcə də son zamanlar mahnı ifa etməklə də
Tanınan Səfər Zaman özünə təmtəraqlı doğum günü keçirdi. Elə həmin gündən özəl görüntülər Maqazin Plus'da. Magazin Plus'ta yeni haber var. Bəstəkar Səfər Zaman özünə təmtəraqlı ad günü keçirtdi. Səfər Zamanın doğum günüdür. Salam, minnətdaram, çox sağ olun. Artıq belə deyim də, ilk dəfədir ki, həm sosial mövzuydu, həm də belə deyim, yəni Hazırlıqlıdır. bəli, bəli. Yox, çünki bir yandan bildim məni çağıracaqsınız. Mahnıdan hələ danışmamışıq. Yox, birinci mahnıdan. Söhbətimiz çox sonra ad günü, sonra sonuncu layihəm var ona görə. Yaxşı, hə. Sevgi qadını mahnısından danışırıq. Bizim ortaq mahnımızdır. Biz martın əvvəlində təqdim eləmişik bütün xanımlara. Bir etiraf, bir həsr etmişik. Gözəl bir mahnıdır. Sözləri də, musiqisi də dostumuz. O da deyir ki, Azərbaycanda xanımlarımıza aid, Azərbaycan qadınlarına aid belə məncə daha şirin, zövqlü bir mahnı bilməm var idi yoxsa yox. Mən eşitməmişdim. Mən də eşitməmişdim. Dedim ki, o bizdən bir Hədiyyə olsun qadınlara. Düzün də bəyəndin mahnını? Bəyənməsəydim oxuyardım mı? Əlbəttə çox bəyəndim. Onu da sizə deyim, tam səmin deyirəm amma Nərmin çox qarpizlidir. Mahnı mövzusunda, mahnının sözlərinin hərflərinə qədər baxır. Ha bu burada artıqdır, dəyişir. Nərmin o barədə. Dəyişiklik elədi mahnıda yoxsa? Çox cüzi xırda dəyişikliklər oldu. O da öz səsinə uyğun, öz ifası, Dedim ifa mən belə tərzinə daha uyğun. yaxşı ifa edərəm, belə daha Bəli. çox yaraşar mənə. Yox, belə çox qəşəng. Görünür Nərminlə Səfərin iş birliyi hələ davam edəcək. Davamı gələcək? Nə fikirləşdin? Artıq yox, onda qalsın hələlik. Bu hələlik qalsın. Artıq qoy qalsın Artıq hələlik. hələlik qalsın Sən hələlik. danışmaqdan çəkinirsiniz ki, düşər düşməzi var ha, gözləyək. Hə, çünki bilməm bizə nə məsələdir. Biz həmişə öncə nəysə deyəndə o sonra alınmır. Yarımçıq qalır, da bir əmmalar falan çıxır. Necə xərci çıxdı mahnıya? Deməyəcək. Yox. Deməyəcək. Əllə eləmisiniz, nə olsun yəni? Bəli. Sən Nə bilim, özün de. Bedim də adama bir 20 xərcləmişik. Elə bu yerdəcə Nərmini məclisə yola salıb, digər məşhurların təbrikini aldıq. Maqazin Plus verilişinin sütunu, gözəllər gözəli, layihə rəhbərimiz Səbinə Rəcəbli günün səbəbkarını təbrik yağışına tutdu. Səbra xanım, xoş gördük sizi. Xoş gördük. Necəsiz? Xoş gördük. Yaxşıyam, siz necəsiz? Sizə yaxşı. Bugün Səfərin ad günüdür. Bəlli məsələsi çox məşğula gəlir və indi layihə rəhbərimiz olmana baxmayaraq kəsib çıxartmayacağıq. Deyin görək, təbrikdən öncə pul yazdırmısınız? Niyə soruşursan? Ya indi deyim, sonra ad gününə vaxtı? Mənim ad günü, məndə elə var, fevraldadır. Hə. Yo, mən özüm pulam da. Canlı. Pul yoxdur. Pul var, prosta özüm pulamda. O başqa məsələ, o mövzuya toxunmayaq. Demək istəmirsiniz deyəsən? Yox, sirdir. Adam aldığında verdiyində deməz. Deyir sağ əlin verdiyini solar bilməz. Rəhbərdir də, nə deyə bilər? Heç bir şey deyə bilmərik. Mən Səfəri çox istəyirəm. Səfəri təbrik edirəm. Allah Təala onun ürəyinə görə versin. Necə ki onun gözəl bir, həqiqətən də bir əsər yazıb, kainata uyğundur da, yəni kainata aiddir. Mən də ona kainatdan gözəl həyat arzu edirəm. Gözəl işlər arzu edirəm, can sağlığı arzu edirəm. Arzum odur ki, ilk növbədə Allah ona ürək istədiyi hər şeyi nəsib etsin. Çünki onun ürəyi çox təmizdir, safdır, gözü toxdur. Ona görə Səfər həmişə belə qal. Öpürəm səni. Kainat səni mütləq mükafatlandıracaq. Mən buna güvənirəm və inanıram. Mən Səfər Zamanı buradan ürəkdən təbrik edirəm. O mənim çox yaxın insanımdır, əzizimdir, doğmamdır, dostumdur. Həm birgə işləyirik. İndi bilmirəm bilirsiniz yoxsa yox bilirsiniz. Səfər mənim çox dəyərli dostumdur. Mən onu təbrik eləyirəm. Əsas ona can sağlığı arzulayıram, uğur arzulayıram. Çox istedadlı insandır. İlham pərilərin çox olsun. Səndən mahnı gözləyirəm. Çox xoşbəxt ol, öpürəm səni. Çox istəyirəm səni. Yaxşı ki doğulmusan, yaxşı ki varmısan. Keçən il bundan daha böyük idi, il-ildən azaldır. Amma yenə də adam var. Təbrik eləyirəm Səfəri, böyük oğlan olsun. Sənətində də, işində də uğurlar arzu edirəm. Biz də Maqazin Plus komandası adından Səfərə can sağlığı arzu edirik. Magazin Plus'ta yeni haber var.
Eksklüzivlər məkanı Mağazin Plus'tan bu həftəlik də bu qədər. Gələn həftə görüşməyə ümidi ilə. Sağ olun, salamat qalın. Haberiniz olsun olup bitenden. Magazin Plus'tan yeni haber var. Magazin Plus'tan yeni haber var. Magazin Plus'tan yeni haber var.